İran şəhri farslardan sui-istifadə eləyir. Baxın bura İran şəhri bir ideoloji deyil ki, mütəlliq ola farslara. Yox, İran şəhri bir ideolojidir. Dünyanın hər yerində ola bilər bu cür bir ideoloji. Yalan deyən, tarixi təhrif eləyən və mənə görə bərabər ki, bir dənə düzdür. Hədəfləri budur ki, bir ittihad yarana. Amma bu ittihad istə yarana, zülmlə istə yarana. Və bu zülmlə heç vaxt ittihad sürünməz. Zülmlə bizədə niza və davələr çoxalar. Pəs İran şəhri bir dənə gicgana, bir dənə gic halətdə, gic prosə ilə qabağa gedən bir ideolojidir. Və farslara heç rəbti yoxdur. Və farslar, özünüzdən niyyət olun ki, İran şəhərlərə yəm olmayın. İran şəhərlər eləyə bilər də türkünü, ərəbini, kürdünü ya hər hansı bir ayrı dili özlərinə seçərlər. Amma xop, nə olubdur, nəzr olubdur, nə gəlib beynlərinə? Farsını özlərinə seçiblər. Farsı dilin özlərini seçiblər. Və siz də gərək özdən niyyət olasınız ki, İran şəhərlərə yəm olmayasınız. İran şəhərlərə inanmayasınız. Buna görə özdən niyyət olun və İran şəhərlərin qabağında məntiqiz və elmiz və bilgiz olsun.